Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə yeni test toplumumuzdan sadə zamanlara aid olan sualların izahını verəcəm. Gəlin suallarımıza baxaq. Burada birinci sualımıza baxırıq. Bizdən buradan düzgün zaman formasını istəyir. Bilirsiniz ki, yesterday nədir? Keçmiş sadə zamanın zaman formasıdır. Burada da keçmiş sadə zaman bilirik ki, keçmiş sadə zaman düzəltmək üçün feillərimiz iki qrupa bölünür. Qaydalı feillər, qaydasız feillər. Qaydalı feillər feilin sonuna id artırmaqla düzəlir. Qaydasız feillər isə kökündən dəyişir və yaxud da ki, olduğu kimi qalır. Nəyə görə olduğu kimi qalır deyəndə elə feillərimiz var ki, hər üç forması eyni olur. Burada da bizdə baxırıq, keçmiş sadə zaman forması hansı olacaq? Burada A variantı olacaq. Görürüz ki, feilimizin sonuna nə artırılıb? İdi artırılıb. Yenə burada ikinci sualımızda F minus ago deyir, yəni bir neçə dəqiqə öncədir. And bağlayıcısı varsa, hər iki tərəfində feilimiz nə olacaq? Eyni zamanda olacaq. Baxırıq, burada da yenə keçmiş sadə zaman forması bizə lazımdır. Düzgün cavabımız olacaq nə? A variantı. And bağlayıcısı varsa, hər ikisi eyni zamanda olacaq. Həm də ki, burada nədir? Zaman zərfi, keçmiş sadə zaman zərfi olduğuna görə A variantını seçdik. If var. Baxırıq burada ikinci cümləmizə. Baş cümləmiz hansı zamandadır? Will var. Will-dən hansı zamanın göstəricisi? Gələcək sadə zamanı. Gələcək sadə zamanda uzlaşdığı bir dənə zaman var. O da hansı zamandır? İndiki sadə zaman. Burada da Jane üçüncü şəxsin təkində olduğuna görə bilir ki, indiki sadə zamanda üçüncü şəxsin təkində feilin sonunu artırdıq. Es şəkilsi. Burada Jane üçüncü şəxsin təkində olduğuna görə feilimizin sonunda nə olacaq? Es artırmalıyıq. O da düzgün cavabımız nə qalacaq burada? A variantı. Burada şərt buda cümləsində gələcək zaman olmur. Avtomatik A, Y variantı gedir. Keçmişlə gələcək uzlaşmır. C variantı ola bilməz. Yenə keçmişlə gələcək zaman uzlaşmadığına görə D variantı ola bilməz. Ona görə düzgün cavabımız qalır bu da nə? A variantı. Baxırıq dördüncü sualımıza. Yenə burada nə var? Yesterday var. Keçmiş sadə zamanın zaman göstəricisidir, zaman zərfidir. Don't indiki sadə zamanın sual və inkarını əmələ gətirir. Do. Deməli, burada indiki bitmiş zaman olmaz. B variantı yanlışdır. Gələcək zaman ola bilməz. C variantı yanlışdır. Do, does, did-dən sonra feil gəlir ilkin formasında. Yəni birinci formasında gəlir. Ona görə burada found yox, nə olmalıdır? Find olmalıdır. Düzgün cavabımız nə qalır burada? D variantı. Beşinci sualımıza baxırıq. Nə deyir? At the moment var. At the moment hansı zamanın zaman zərfidir? İndiki sadə zaman, indiki sadə davam edici zaman. İndiki sadə davam edici zaman necə düzəlir? Am, is, a, plus nə? Feilimiz ayıncılı. Plus feil ayıncı. Yəni ayıncılı feil gəlir özündən sonra. Deməli, burada Daniel üçüncü şəxsin təkində olduğuna görə nə olacaq? Is working olacaq. Düzgün cavabımız nə qalır burada? A variantı. Altıncı sualımızda yenə 5-ci sualdakı kimidir. Burada yenə at the moment deyir. Yəni, indiki sadə davam edici zamanı zaman zərfidir. Ona görə düzgün cavabımız burada nə qalır? Y variantı. 7-ci sualımıza baxırıq. As soon as var, bağlayıcı var. Bağlayıcıdan əvvəlki gələn zamanımız hansı zamandadır? Gələcək zaman. Will plus feilin birinci formasını əmələ gətirir. Gələcək sadə zaman forması. Gələcək zamanda yeganə uzlaşdığı zaman hansıdır? İndiki sadə zaman. He üçüncü şəxsin təkində olduğuna görə deməli feilimiz nəyi qəbul eləyəcək? S-i qəbul eləyəcək. Düzgün cavabına qalır bu da D variantı. Zaman buda cümləsində gələcək zaman olmur. Avtomatik A, B variantı gedir. Gələcək zaman keçmiş zamanla uzlaşa bilmədiyinə görə C, Y variantı olmaz. Ona görə düzgün cavabımız nə qalır elə? D variantı. 8-ci sual yenə 7-ci sualdakı kimidir. As soon as var. Deməli, baş cümləmiz hansı zamandadır? Baş cümlə gələcək zamandadır. Gələcək zamanda olduğuna görə gələcək zamanda yenə deyirəm. Uzlaşdığı zaman hansı zamandır? İndiki sadə zaman. Burada he üçüncü şəxsin təkində olduğuna görə feilimiz nəyi qəbul edəcək? S-i. Ona görə düzgün cavabına qalır D variantı. Zaman müdafiə cümləsində gələcək zaman olmur. A, B avtomatik gedir. Keçmişlə də gələcək zaman uzlaşa bilmədiyinə görə C ilə Y variantı gedir. Burada əsasən zaman zərfləri bir də uzlaşmaya fikir versək, düzgün zaman formasını tapmaq mümkündür.
9-cu sualımıza baxırıq. Yəni burada before var, bağlayıcı var. Bağlayıcıdan əvvəl gələn zaman hansı zamandadır? Had already met var burada. Deməli, keçmiş, bitmiş zaman. Biz bilirik ki, keçmiş zaman uzlaşır keçmişlə. Keçmiş qalan heç bir zamanla uzlaşa bilmir. Ona görə burada biz nəyi axtarmalıyıq? Keçmiş zamanı axtarmalıyıq. Burada da keçmiş zamanımız hansıdır? C variantı. Deməli, keçmiş zamanla indiki bitmiş zaman uzlaşmır. A variantı olmaz. İndiki sadə zaman uzlaşmır. B variantı olmaz. Keçmişlə gələcək zaman uzlaşmır. D variantı olmaz. Ona görə düzgün cavabımız nə qalır burada? C variantı. 10-cu sualımıza baxırıq. Yəni burada before var, bağlayıcı var. Bağlayıcıdan əvvəlki zaman yenə hansı zamandadır? Keçmiş, bitmiş zamanda. Keçmiş nə ilə uzlaşacaq? Keçmiş zamanla. Orada elə keçmiş zaman forması hansıdır burada? A variantı. Deməli, B indiki sadə zamanda da olmaz. C indiki bitmiş zamanda da olmaz. D gələcək sadə zamanda da olmaz. Y də gələcək sadə zamanda da olmaz. Keçmişin uzlaşdığı yeganə zaman var. O da hansıdır? A variantı. Sadə bir dənə since bağlayıcı kimi işlənəndə uzlaşma nə edə bilər? Pozula bilər. Onda da nə olur? Budaq cümlə olur past simple-da, yəni keçmiş sadə zamanda. Baş cümlə olur nədir? İndiki bitmiş zamanda. Qalan digər heç bir halda keçmiş digər heç bir zamanla uzlaşa bilmir. Keçmişin yeganə uzlaşdığı zaman hansıdır? Elə keçmiş keçmişlə uzlaşır. 11-ci sualımıza baxırıq. Yenə burada baxırıq when var. Baş cümləmiz hansı zamandadır? Will var. Gələcək sadə zamandadır. Gələcək zaman uzlaşdığı zaman hansıdır? İndiki sadə zaman. You var. Nə olacaq? İndiki sadə zaman formasında olan variantımız hansıdır? Y variantı. A variantı zaman budaq cümləsində gələcək zaman olmur. Gələcəklə keçmiş zaman uzlaşa bilməz. B variantı olmaz. Yenə zaman budaq cümləsində gələcək zaman olmur. C olmaz. D variantı gələcəklə bitmiş zaman, keçmiş zaman uzlaşmaz. Ona görə D variantımız da yanlışdır. Düzgün cavab nə qaldı? Deməli, baş cümlə gələcəkdə olduğuna görə budaq cümlənin zamanda oldu. Present simple-da, yəni indiki sadə zamanda. 12-ci sualımıza baxırıq. If var. Şərt budaq cümləsində bilirik ki, gələcək zaman olmur. Yəni budaq cümlədir. Yəni bağlayıcıdan sonra gələn zamanla cümlə nə sayılır? Budaq cümlə. A, D variantı avtomatik olmaz. Burada da baş cümləmiz gələcək zamanda olduğuna görə yenə nə ilə uzlaşacaq? İndiki sadə zamanla. Ona görə düzgün cavab nə qalır? C variantı. Gələcək zaman keçmiş zamanla uzlaşmır. B, Y variantı avtomatik gedir. Düzgün cavab nə qalır? C variantı. If var. Ifdən sonra gələcək zaman işlənə bilməz. Yəni if olan cümlədə gələcək zaman olmaz. Şərt budaq cümləsində gələcək zaman olmur. Avtomatik B variantı getdi. Baxaq ikinci cümləmiz görək hansı zamandadır. Burada yenə gələcək zaman var. Will var. Gələcək zaman hansı zamanla uzlaşırdı? İndiki sadə zamanla. Flight təkdə olduğuna görə feilimiz də indiki sadə zamanda nə qəbul edir? Üçüncü şəxsin təkində. S-i. Ona görə düzgün cavab nə qalır burada? Y variantı. Deməli, gələcəklə keçmiş uzlaşmır. A variantı olmaz. Gələcəklə keçmiş bitmiş ola bilməz. Gələcəklə yenə keçmiş sadə zaman olmur. Düzgün cavabımız olaraq nə? Y variantı qaldı. Baxaq burada. Burada da konkret uzlaşmaya fikir verək. Deməli, baxaq. Keçmişlə keçmiş, burada feil, axır feil verilib. Don't feili verilib. Biz bilirik ki, deməli, do does diddən sonra feilimiz hansı formada gəlir? Feil gəlir ilkin formasında, yəni birinci formasında. Aydındır. Baxaq görək. Deməli, burada idili feil verib. İdi yox, feil birinci formasında gəlməlidir, olmalıdır. Burada ay birinci şəxsdədir, birinci şəxsin təkindədir. Feil es-i qəbul eləyə bilməz. Es-i qəbul eləmir. Feil es-i üçüncü şəxsin təkində qəbul edirdi. B variantımız da yanlışdır. Don't-dan sonra feil gəlməlidir birinci formasında. Amma burada nə artırıb feili? Es artırıb ola bilməz. Yəni don't-dan sonra feilimiz ilkin formasında gəlməlidir. Burada to artıq olur, yəni artıqdır. Ona görə düzgün cavabımız nə qalır burada? Y variantı. 15-ci sualımıza baxaq. Aha. Burada baxaq sualımıza. Deməli, she üçüncü şəxsin təkində olduğuna görə burada A ola bilməz. Birinci tərəfdə is, yəni indiki sadə zaman, ikinci tərəfdə was verə bilməli. B variantı yanlışdır. Burada baxaq. At the moment deyir. Burada nə olmalıdır? İndiki sadə daimi zaman. Has ola bilməz. Burada C variantı yanlışdır. İkinci tərəfdə yenə burada had ola bilməz. Birinci tərəfə at the moment. Burada ikinci tərəfdə at the moment var. Deməli, bizə nə lazımdır? Konkret zaman zərfi var.
Zaman zərfi olduğuna görə bizə nə lazımdır burada? İndiki sadə davam edici zaman. Nə olacaq o da D variantı. 16-cı sualımıza baxaq. Yenə eynən 15-ci sualdakı kimidir. Burada will ikinci tərəfdə həzf verə bilmərik. Baxaq. Burada bizə nə lazımdır? Hal-hazırda deyir. Deyir ki, where is your sister Martin? Yəni Martindən sonraki sənin bacın hardadır? Burada deməli bizə nə lazımdır? Davam edici zaman lazımdır. Davam edici zaman olaraq nə qalır? Is verəcək birinci tərəfdə, yəni indiki sadə zamanda sual verir. Deməli onun hərəkəti davam edir. Hərəkət davam etdiyinə görə nə olacaq burada? Hal-hazırda davam edir. A variantı, yəni indiki sadə davam edici zaman olacaq. 17-ci sualımıza baxırıq. Last week deyir, yəni keçən həftə. Last week hansı zamanın zaman zərfidir? Keçmiş sadə zaman, yəni past simple'ın zaman zərfidir. Ona görə burada düzgün cavabımız nə qalacaq? D variantı. Aydındır. Yəni burada davam edici zamana aid bir göstərici yoxdur. A variantı ola bilməz. Last week var, gələcək sadə zaman olmaz. B variantı olmaz. Konkret zaman zərfi olduğuna görə indiki sadə zaman olmaz. C variantı olmaz. Has about indiki indiki bitmiş zaman ola bilməz. Ona görə bizə keçmiş sadə zaman lazımdır. Keçmiş sadə zamanda hansı variantdır? D variantı. Baxaq. Bu hazır ifadədir. To do one best, əlindən gələni etmək. Ona görə she var, she ilə do verə bilmərik. Don't ola bilməz burada. Qaldı nə? İnkarda ola bilməz, haven't done ola bilməz. Burada yəni o deyir ingilis dilini inkişaf elətdirmək üçün əlindən gələni etdi. Ona görə burada nə qalacaq? Düzgün cavab olaraq qalacaq nə? B variantı. On 19-cu sualımıza baxırıq. Last deyə var. Yenə nə var burada? Keçmiş sadə zamanın zaman zərfi var. Deməli bizə nə lazım olacaq? Keçmiş sadə zaman. Yəni past simple. Past simple də deyir ki, düzələrkən iki yolla feillər iki qrupa bölünür. Qaydalı feillər, qaydasız feillər. Qaydalı feillərini artırdıq idi. Qaydasızlar da kökündən dəyişirdi və yaxud da ki olduğu kimi qalırdı. Burada keçmiş sadə zaman aid nə var burada? D variantı. If var. Baş cümlə zamandadır. Baş cümlə gələcək zamandadır. Gələcək zamanda isə deməli avtomatik bu da cümlə zaman olacaq. Gələcək zaman uzlaşdığı yeganə zaman hansı idi? İndiki sadə zaman. O da hansı qalır? D variantı. Keçmiş ola bilməz. A, B avtomatik gedir. Şərt bu da cümləsi gələcək zamanda ola bilməz. Bu da vəzə sözü. Üçüncü şəxsin təkində olduğuna görə A ilə verə bilmərik. Ona görə variant olaraq nə qalır? D variantı. Da tomorrow sözü var. Gələcək sadə zamanın zaman zərfidir. Ona görə elə düzgün cavabımız nə qalır? Bu da 21-də B variantı. Daha digər zamanlara baxmağa ehtiyac yoxdur. Aha. Burada tired cümləmiz keçmiş sadə zamandadır. Because görək. Deməli keçmiş hansı zaman uzlaşır? Keçmişin də uzlaşdığı yeganə zaman hansıdır? Keçmiş zaman. At that time deyir, orada dəqiq vaxt var. Hansı zamanın zaman zərfidir? At that time deyəndə keçmiş sadə davam edici zamanın zaman zərfidir. Child sözü də burada üçüncü şəxsin təkində olduğuna görə nə olacaq? Was sleeping. A variantı. $23. Next year. Hansı zamanın zaman zərfidir? Gələcək sadə zamanın. İndiki bitmiş zamanda olmaz. Keçmiş sadə zamanda C variantı ola bilməz. İndiki bitmiş davam edici zamanda ola bilməz. İndiki sadə zamanda ola bilməz. Gələcək zaman nə qalır? B variantı. Aha, what are you doing? Yəni deyir ki, hal-hazırda soruşur. Deyirsən, nə edirsən? Now. İndiki sadə davam edici zamanın zaman zərfi var. İndiki sadə davam edici zaman nə tər düzəlirdi? Am, is, are plus feil ayıncılı. Ona görə düzgün cavabımız nə qalacaq burada? A ilə də nə işlənirdi? Am işlənirdi birinci şəxsin təkində. Y variantı. 25-ci sualımıza baxırıq. Deməli burada nə olacaq? Bizə keçmiş sadə zaman lazım olacaq. O da qalır nə? B variantı. Eynən 26-da da bizə nə lazım olacaq? Keçmiş sadə zaman. Keçmiş sadə zamanımız da hansıdır burada? D variantı.
Fikir verin. Burada bir dənə C variantına fikir verək. Yadınızda saxlayın. Do does diddən sonra ilk növbədə bir nömrəli birbaşa, yəni yadda saxlayaq ki, do does diddən sonra birbaşa feil gəlmir. Do does diddən sonra birbaşa feil gəlmir. Bunların inkar formasında birbaşa feil gələ bilər özündən sonra. Özdə feil gəlirsə, feilimiz ilkin formasında gəlir. Amma burada fikir verin. Feil necə verib? İdili verib. Həm də birbaşa feil gələ bilməz özündən sonra. Feil hansı formasında gəlir? İlkin formasında. 27-ci sualımıza baxırıq. Every Sunday deyir. Burada nə deyir? Hər bazar günü deyir. Hər bazar günü dediyinə görə indiki sadə zaman, yəni present simple zaman zərfi olduğuna görə, James 3-cü şəxsin təkində olduğuna görə nə olacaq burada? D variantı. A variantı olmaz. 3-cü şəxsin təkində feil hissi qəbul edir. Burada davam edici zamanın zaman zərfi yoxdur. Yəni davam edici zaman göstəricisi yoxdur. B variantı ola bilməz. Keçmiş sadə davam edici zamanda verə bilmərik. C yanlışdır. Have visited indiki bitmiş zamanda verə bilmərik. Çünki nədir? Every Sunday deyir. Nədir? Bizə lazımdır present simple. İndiki sadə zaman lazımdır. Ona görə cavab nə olacaq? D variantı. 28-ci sualımıza baxaq. Aha. Must be. Burada da olacaq nə? İndiki sadə zaman. C variantı. Now, normal 3-cü şəxsin təkində olduğuna görə nə olacaq? C variantı. Çünki burada nə var? İndiki sadə zaman var. Modal feildir. Must-da nədir? İndiki zamanda işlənən modal feildir. Now olmaz. Çünki normal 3-cü şəxsin təkində olduğuna görə sonda yes olmalıydı. R-la verə bilmərik. Çünki nədir? Normal 3-cü şəxsin təkində olduğuna görə is olsaydı, doğru ola bilərdi. D variantı yanlışdır. Yenə normal 3-cü şəxsin təkində olduğuna görə have-la verə bilmərik. Do does diddən sonra feilimiz necə gəlir? Do does diddən sonra da feilimiz gəlir nə? İlkin formada. Niyə yox? Now olsaydı doğru ola bilərdi. – 29-cu sualımıza baxaq. Aha. Burada zaten bir inkarımız var. Bir sadə cümlədə iki inkarlıq olmaz. Avtomatik B, D, Y variantı gedir. Keep sözü burada Carl 3-cü şəxsin təkində olduğuna görə S olmalıydı. Ona görə düzgün cavab nə qalır? A variantı. – 30-cu sualımıza baxar. Yenə nevə var burada. Bir sadə cümlədə iki inkarlıq olmaz. C, Y, D variantı avtomatik çıxır. Belə baxanda. Deməli, Fred 3-cü şəxsin təkində olduğuna görə tell yox. Feilimiz sonda yes olmalıdır. Ona görə düzgün cavab nə qalır? A variantı. 31-ci sualımıza baxaq. Burada yesterday var. Yesterday hansı zamanı zərfidir? Keçmiş sadə zamanı. Ona görə avtomatik elə cavab nə qalır burada? B variantı. Aha, 32-ci sualımıza baxırıq. And bağlayıcı varsa, hər iki feilimiz eyni zamanda olmalıdır. Sleep, slept. Burada keçmiş sadə zamandadır. İkinci cümlə and bağlayıcısından sonra gələn cümləmiz. Deməli, birinci feilimizdə nə olmalıdır? Keçmiş sadə zamanda. Ona görə düzgün cavab nə qalır? C variantı. Go, went. Went, go feilinin keçmiş zaman formasıdır. Yəni, burada and bağlayıcı var. Hər iki zaman eyni zamanda olmalıdır. Made var. Keçmiş sadə zamandır. Həm də yesterday burada olduğuna görə, yesterday keçmiş sadə zamanın zaman zərfi olduğuna görə nə olacaq burada 33-də? D variantı. Right feilinin keçmiş zaman formasıdır. Yenə burada yesterday var. Yesterday olduğuna görə nə olacaq burada? Bizə lazımdır keçmiş sadə zaman. Keçmiş sadə zamanda burada hansıdır? C variantı. A variantı gələcək sadə zamandadır. B variantı indiki sadə zaman formasındadır. D variantı indiki bitmiş zaman formasındadır. Y variantı da indiki bitmiş zaman formasındadır. Baxırıq 35-ci sualımıza. Last year var. Yenə keçmiş sadə zamanın zaman zərfidir. Do does diddən düzəldir. İndiki sadə zamanın zaman zərfi. Üzr istəyirəm. İndiki sadə zamanın sual və inkarı. Diddən sonra feilimiz do does diddən sonra ilkin formasında olmalıdır. Wrote yox, write olmalıydı. Yəni burada has written olmaz. Bizə nə lazımdır? Keçmiş sadə zaman. Keçmiş sadə zamanda sual və inkarla ilə düzəlirdi. Did köməkçi feili vasitəsilə. D variantımız da olunmaz. Ona görə cavab nə qalır elə? B variantı. 36-cı sualımıza baxırıq. Yesterday deyir.
Burada həm də ki when var. When'dən sonra gələn zamanımız hansıdır? Keçmiş sadə zamanda. Yəni bu da cümləmiz keçmişdədirsə, baş cümləmiz hansı zamanda olacaq? Keçmiş sadə zamanda olacaq. Ona görə düzgün cavab nə qalır? B variantı qalır. A variantı indiki bitmiş zamandadır. C variantı indiki sadə zamandadır. D də indiki sadə zamandadır. Y variantı indiki bitmiş zaman formasındadır. Ona görə düzgün cavab olaraq nə qalır? B variantı. 37-ci sualımıza baxaq. Aha, and bağlayıcısında deməli and bağlayıcısı var. Feilimiz hansı zamandadır? Keçmiş zamandadır. Deməli birinci cümlədəki feilimiz nədə olacaq? Keçmiş sadə zamanda. O da nə qalır? Düzgün cavab B variantı. İndiki sadə zamandadır. Gələcək sadə zamandadır. İndiki bitmiş zamandadır. İndiki sadə zamandadır. Düzgün cavabımız elə nə qalır? B variantı. 2 days ago deyir. 2 gün əvvəl. Hansı zamana zaman zərfidir? Keçmiş sadə zamanı. Burada nə axtarmalıyıq? Keçmiş sadə zaman. İndiki bitmiş zamandır. Gələcək sadə zamandır. İndiki sadə zamandır. İndiki davam edici zamandır. Düzgün cavab nə qalır? C variantı. Yenə yes'də var burada. Keçmiş sadə zamanı zaman zərfidir. A indiki bitmiş zamandadır. D indiki davam edici zamandadır. Y indiki sadə zamandadır. C gələcək sadə zamandadır. Düzgün cavabımız nə qalır? B variantı. Aha, didn't verib. Biz bilirik ki, do does did'dən sonra feilimiz hansı formasında gəlir? İkinci formasında, birinci formasında sonra. A variantı deməli ikinci formada verib olmaz. Eynən B variantı da. C variantı ikinci formasında verib. Y variantı idili yox. Burada feilimiz idisiz olmalıydı. Yəni feil hansı formasında gəlir do does did'dən sonra? İlkin formasında. Ona görə cavab qalır nə? D variantı. Eynən 41-ci sualımızda 40'dakı kimidir. Feili verib ikinci formasında ola bilməz. Elə düzgün cavab qalır burada B variantı. Do does did'dən sonra bir mənalı yadda saxlayaq ki, feil gəlir nə? İlkin formasında. Heç digər variantlara baxmağa ehtiyac yoxdur. Aha. Your friend üçüncü şəxsin təkindədir. Do ilə sual verə bilmərik. Does'dan sonra yadda saxlayın. Has, had feilinin ilkin forması hansıdır? Have feilidir. Yəni do, have ola bilər. Does, have ola bilər. Did, have ola bilər. Yəni bunu bir dəfəlik yadda saxlayaq. Does'dan sonra has yox, burada have olmalıydı. B variantı yanlışdır. Your friend dersə does have ola bilər. C variantımız doğru cavabdır. Did, had yox, did, have olmalıydı burada da. Əgər burada sual əmələ gətiribsə, have həsədin sual və inkarına vaxt özü ilə düzələ bilər. Özündən sonra verb 3 gələndə. Yəni özündən sonra feil gəlməlidir. Ona görə Y variantı da yanlışdır. Düzgün cavab qalır C variantı. 43-cü sual. Your brother üçüncü şəxsin təkindədir. Yenə do does did'dən sonra feilimiz ilkin formasında gəlməlidir. Did, had yox, have olsaydı doğru ola bilərdi. A variantı yanlışdır. Your brother üçüncü şəxsin təkində olduğuna görə do yox, does olsaydı ola bilərdi. Does, has yox, have olsaydı doğru idi. C variantı ola bilməz. D variantı da doğru cavabdır. Y də yenə dediyimiz kimi verb 3 özündən sonra gəlsəydi Y variantı doğru olardı. Aha, 44-cü sualımıza baxaq. Feil yenə for feilinin keçmiş zaman formasıdır. Birinci tərəfdən bağlayıcısının birinci tərəfi deməli keçmiş zamanda olan feil var. Burada nə olmalıdır? Keçmiş zaman mənalı feil olmalıdır. İndiki bitmiş zamandır, indiki bitmiş zamandır, indiki sadə zamandadır, indiki sadə zamandadır. Ona görə düzgün cavabına qalır Y variantı. While var. Bilirik ki, while işlənmiş cümlədə while'ın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar ola bilməz. Y, D variantı avtomatik getdi. While'dan sonra gələn cümləmiz hansı zamandadır? V var, keçmişdir. Deməli, axtaracağımız cavab nə olmalıdır? Keçmiş. Avtomatik A, B variantı da gedir. Düzgün cavabına qalır C variantı. Aha, yenə before'dan əvvəlki cümləmiz.
Baş cümləmiz hansı zamandadır? Gələcək, keçmiş sadə zamanda. Told var. Deməli, ikinci cümləmiz, budaq cümləmiz hansı zamanda olmalıdır? Keçmiş zaman. İndiki sadə zaman, indiki bitmiş zaman, indiki sadə zaman, indiki bitmiş zaman, keçmiş sadə zaman qalır C variantı. Last year hansı zamanın zaman zərfidir? Keçmiş sadə zamanın zaman zərfidir. Düzdür? Deməli, baxaq. Keçmiş sadə zamanda olan keçmiş bitmiş zaman, indiki sadə zaman, gələcək sadə zaman, indiki bitmiş zaman, keçmiş sadə zaman olaraq nə qalır? Y variantı. Now, hal-hazırda nə axtarmalıyıq? Hansı zamanın zaman zərfidir? İndiki sadə davam et zaman. Yenə deyirəm, bayaq dediyimiz kimi, indiki sadə davam et zaman nə tər düzəlirdi? Am, is, a, plus feil, ing-li. Feilimiz ing-li. Ona görə düzgün cavabımız elə burada nə qalır? Children, üçüncü şəxsin cəmində olduğuna görə nə olacaq? A, playing. Cavab qalır nə? B variantı. 49. Now, hal-hazırda deyir. Yəni nə lazımdır bizə? İndiki sadə davam et. Zaman lazımdır. Student sözü cəmdə olduğuna görə nə olacaq elə? Are writing. Düzgün cavab qalır nə? D variantı. Yenə look var. Yəni hərəkətin indi davam etdiyini göstərən nə var? Fail var. Həm də ki burada nə var? Zaman zərfi. Now, hal-hazırda. Son da üçüncü şəxsin təkində olduğuna görə nə olacaq? Is setting. D variantı. Last week nə var burada? Keçmiş sadə zamanın zaman zərfi var. Ev ala bilməz, alına bilər. Bunda nə də verməliyik? Burada almaq, məhv etmək feili var. Nə olacaq? Deməli, məhv edilə bilər. Ev özü məhv eləyə bilməz. Deməli, nə də olmalıdır? Məchul növdə olmalıdır. Keçmiş sadə zamanda məchul nə tər düzəlirdi? Was, were, plus verb 3. Var, üçüncü şəxsin təkində olduğuna görə. Nə olacaq? Was olacaq. Ona görə düzgün cavabımız nə qalır? A variantı. İkinci sualımıza baxırıq. Look at that man, yəni hal-hazırda hərəkətin hal-hazırda davam etdiyini göstərir look burada. Həm də ki burada now var. Now da nə idi? İndiki sadə davam et zamanı zaman zərfidir. He, üçüncü şəxsin təkində olduğuna nə olacaq? Is painting. Y variantı. 53-cü sualımıza baxaq. Now, hal-hazırda var. Child sözü var. Üçüncü şəxsin təkində olduğuna görə nə olacaq? Is singing. D variantı. Some years ago deyir. Bir neçə il öncə deyir. Teacher sözü burada cəmdə olduğuna görə deməli, heç ona fikir vermirik. Burada da feilimiz nə lazımdır? Bir neçə il öncə ara düşür. Keçmiş sadə zamana. İndiki gələcək davam et zamandadır. Deməli, B variantı indiki sadə zamandadır. Y variantı indiki sadə zamandadır. Ona görə 54-də cavabımız elə nə qalacaq burada? C variantı. Burada da feilimiz diddən sonra Y variantında da ilkin formasında olmalıydı. Aydındır. Yəni dudaz diddən sonra bilir ki, feilimiz gəlir ilkin formasında. 55-ci sualımıza baxar. Now, hal-hazırda deyir. Friend sözdə cəmdə olduğuna görə now, indiki sadə davam edici zamanı zaman zərfidir. Ona görə cavab nə qalır burada? A variantı. 56. Now zaman zərfi var burada. Bu da indiki sadə davam edici zaman zərfi olduğuna görə mübtədamız cəmdə olduğuna görə nə ilə verəcək? A ilə verəcək. Düzgün cavab qalır nə? Y variantı. Last month, keçmiş sadə zamanın zaman zərfidir. Burada deməli, indiki bitmiş zamandır, indiki sadə zamandır, indiki sadə davam edici zamandır, gələcək sadə zamandır, keçmiş sadə zaman hansıdır burada? D variantı. Now, hal-hazırda axtaracağımız cavab nə olmalıdır? İndiki sadə davam edici zaman, elə burada avtomatik nə qalır? B variantı. A few years ago, bir neçə il öncə deyir. Bir neçə il öncə deyəndə nə başa düşürük? Bizə lazımdır keçmiş, sadə zaman, indiki bitmiş zaman, indiki sadə davam edici zaman. Deməli,
Burada gələcək sadə zaman düzgün cavab elə olaraq nə qalır burada? B variantı. 60-cı sualımıza baxırıq. Now hal-hazırda deyir. Deməli, anddan sonraki zamanımız hansı zamandadır? Deməli, indiki sadə zamandadır. Deməli, now deyirsə, indi hal-hazırda deyirsə, cümləmiz hansı zamanda olmalıdır? İndiki sadə davam edici zamanda. O da qalır cavab Y variantı. 61. Yenə burada now feili zaman zərf var. Bizə lazımdır indiki sadə davam edici zaman. Düzgün cavabımız qalır nə? A variantı. Yesterday deyir. Keçmiş sadə zamanın zaman zərfidir. Deməli, burada bizim keçmiş sadə zamanımız hansıdır? Deməli, there was, o da olacaq B variantı. Yesterday apostrof S burada parti, deməli, keçmiş sadə zamandır burada. Yesterday var. Ona görə axtaracağımız cavab nə olmalıdır? Keçmiş sadə zaman. Burada elə topqas cəmdə olduğuna görə bilir ki, zeri inşallah uzlaşma mövzusunda bunu izah edəcəyik. Zeri tipli cümlələr nə gəlir? Özündən sonra gələn ilk isimlə uzlaşır. Burada isimimiz cəmdə olduğuna görə nə olacaq? V olacaq. Last night deyir. Keçmiş sadə zamanın zaman zərfidir. Axtaracağımız cavab nə olmalıdır? Keçmiş sadə zaman. Gələcək sadə zamandadır. İndiki bitmişdədir. İndiki sadə zamandır. İndiki bitmişdir. Cavab qalır nə? B variantı. Yenə yesterday var. At that time. At that time varsa nə olmalıdır bizə? Keçmiş sadə davam edici zaman. Wind sözü burada təkli olduğuna görə nə olacaq? Was blowing. Y variantı. Sonra when var. When'dən sonra gələn zamanımız hansı zamandadır? Keçmiş sadə zamandadır. Deməli, baş cümləmizdə hansı zamanda olmalıdır? Keçmiş zamanda olmalıdır. Baxaq görək. İndiki sadə zaman, gələcək sadə zaman, indiki sadə zamandadır. Has had. Yenə burada indiki bitmiş zamandadır. Düzgün cavabımız nə qalır burada? B variantı. While var. While'ın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar olmaz. C getdi, B getdi. Do does diddən sonra feil ilkin formasında gəlir. Went yox, go olmalıydı. Keçmişlə indiki sadə davam edici zaman uzlaşmaz. Düzgün cavab qalır nə? Y variantı. Yenə burada while var. While'ın sağında sonunda bitmiş zamanlar, gələcək zamanlar olmaz. İkinci cümləmiz V var. Keçmişdir. Deməli, keçmişlə nə olacaq? Keçmiş. A indiki sadə zamandadır. C indiki sadə davam edici zamandadır. Y variantı ola bilməz. Deyir ki, while'ın sağında sonunda bitmiş zamanlar ola bilməz. Did stayed yox, idisiz olmalıydı. Feilimiz Y variantı getdi. Cavab qalır nə? B variantı. Last Sunday deyir. Deməli, keçən həftə deyirsə, keçən bazar deyirsə, deməli, gələcək zaman ola bilməz. A getdi. İndiki bitmiş zaman olmaz. İndiki sadə zaman olmaz. Aha. You are talking about. Burada baxırıq nəyə? Deməli, V ola bilməz. Düzgün cavabımız nə qalır? D variantı. Yetmiş. Ifdən sonra gələcək zaman ola bilməz. A, C, Y, D baxın. Bir dənə ifə görə 4 dənə variant çıxdı. Cavabımız qaldı nə? B variantı. Yenə burada if var. Ifdən sonra gələcək zaman olmaz. A, C, Y, B variantı avtomatik getdi. Düzgün cavab qaldı nə? D variantı. Want bilirik ki, nədir? Will notun qısaldılmış formasıdır. Baxırıq 72-ci sualımıza. Burada da konkret uzlaşmaya fikir verəcəyik. Deməli, people sözü cəmdə olduğuna görə don't-la verə bilərik. Budaq cümləni gələcək sadə zamanda verə bilərik. Nədir? Bilirik ki, gələcək sadə zamanla nə uzlaşır? İndiki sadə zamanla uzlaşır. Ya da cavab burada nədir? A variantı. Keçmiş nəsə indiki zaman uzlaşa bilməz. Keçmişlə indiki sadə davam edici zaman uzlaşa bilməz. Yəni burada animal söz cəmdə olduğuna görə da is verə bilmərik. İspeyliyəsi artırmırıq. Şərt budaq cümləsində gələcək zaman olmadığına görə Y də ola bilməz. Aha, baxırıq.
73-cü sualımıza. An hour ago deyir, yəni 1 saat öncədir. Deməli bizə nə lazımdır burada? Keçmiş sadə zaman lazımdır. Keçmiş sadə zamanımızda burada hansı olacaq? Deməli burada da deməli verəcəyik. Ofdan əvvələ baxırıq. Cümləmiz məhsulda olmalıdır. Keçmiş sadə zamanda məhsul nə ilə düzəlir? Was və plus verb 3. Burada da uzlaşma olduğuna görə ofdan əvvələ baxırıq. Part sözü cəmdə olduğuna görə Y variantı olacaq. 74-cü sualımıza baxırıq. When var. Zaman budağı cümləsində gələcək zaman olmur. Avtomatik 2 ilə 3 gedir. Cavabımız nə qalır? 1 ilə 2. Birinci tərəfdə, deməli birinci bənddə gələcək ilə indiki sadə zaman uzlaşa bilir. 1 doğrudur. İkincidə də nə? Keçmiş ilə keçmiş. Düzgün cavab qalır nə? 1 ilə 4 A variantı. Baxaq, yenə when var. A olmaz, D olmaz. Verdən sonra bitmiş zaman olmaz. Y variantı getdi. Deməli, törəmələrin C xəbəri nədə olur? Üçüncü şəxsin təkində. Düzgün cavab nə qalır? C variantı. Burada deməli Y də ola bilməz. Keçmişlə indiki sadə zaman uzlaşmır. Ona görə düzgün cavab qalır nə? C variantı. 76-cı sualda yenə burada when var. Zaman budağı cümləsində gələcək zaman olmur. A, Y avtomatik getdi. Verdən sonra indiki bitmiş zaman gəlmir. C variantı getdi. A variantında keçmişlə indiki bitmiş zaman uzlaşa bilməz. A variantda getdi. Cavab nə qaldı? D variantı. As soon as var burada. Deməli, gələcək zaman ola bilməz. As soon as-dan sonra A, B avtomatik getdi. Deməli, keçmişlə indiki bitmişlə keçmiş bitmiş uzlaşa bilməz. A variantı getdi. D variantında yenə keçmiş bitmişlə indiki bitmiş zaman uzlaşmır. Düzgün cavab nə qaldı? C variantı. Hafta var. Haftadan sonra gələcək zaman olmaz. A, B avtomatik getdi. Deməli, burada Y variantında keçmişlə indiki sadə zaman olmaz. Düzgün cavab qalır nə burada? C variantı 78-də. Yetmiş 9-cu sualımıza baxırıq. If var, ifdən sonra gələcək zaman olmur. A, B avtomatik getdi. Düzdür, keçmişlə indiki bitmiş zaman uzlaşmır. D variantı getdi. İndiki sadə ilə indiki bitmiş zaman burada ola bilməz. Ona görə düzgün cavabımız nə qalır burada? C variantı. Gələcəklə indiki sadə zaman. If var, ifdən sonra gələcək zaman olmur. Avtomatik A cavab variantımız çıxır. Deməli, he var. İkinci tərəfini heç birini götürə bilməz. John üçüncü şəxsin təkində olduğuna görə doesn't olmalıdır. He də üçüncü şəxsin təkində olduğuna görə fe'limizin sonunda es olmalıydı və yaxud da ki es. Deməli, isn't leaving, have missed. Burada da ola bilməz. Deməli, düzgün cavab qalır nə? Y variantı. Həm də burada he var, have yox, has olsaydı hə. Düzgün cavabımız qalır nə? Y variantı. Bu qədər. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.